Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşen, insan psixologiyası metodisti. Niyə bəzi insanlar eyni ruhən, eyni ürəkdən, eyni cinsi, bədəni, ruhu, bütün yəni qarşılıq olan hisslər olan insanlar niyə bir-birlərini tapa bilmir? Yaxud niyə eyni xarakterdə olan insanlar bir-birinə kənar gen düşürlər? Hər zaman həyat fəlsəfəsində bumeranqdan əlavə tərs mütənasiblik deyilən bir şeylər var. Və bəzi insanların tələskənliyi. Adətən ailə qurmaq yolunda addımlayan insanlar gələcək həyat tərzində yaşam anında ilk qarşısına çıxan insanın bir yaxud ikinci bəzi çətinliklərdən doğan səbəblərdən tezbazar ailə qururlar və bəlkə də onun qisməti deyildir adətən belə və insanın cəhdi də deyildir. Hər iki qarışıq metaforizmdir. İrəli mərhələlərdə qarşısına çıxacaq insandan kənar düşürlər. Vəssalam, qurtardı getdi. Və nəticə etibarından da bir-birlərinin yolları kəsişmirsə, həmən bəlkə də qarşılaşacağı insanla o da onun səhvindən digər şəxsə gedir başqasına ailə qurur. Bəlkə də bu onu gözləyəcəkdir. Yəni məsəl üçün biri var, sən gözləyirsən, o gözləmir. Bir də var, o gözləyirsən, sən gözləmirsən. Və nəticə etibarı ilə də yollar kəsişmir və həyatdan giləy-güzar yaranır. Çalışın ailə qurmamışdan qabaq bəlkə də bir 100.000 dəfə fikirləşin. Çünki həyat tərzi elə bir şeydir ki, bir ömür insanla bəzən sözdə danışırsan, bir gecə həyatda da yolda gedə bilməyəcəksən. Olmayanda olmur. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj bölməsinə məlumat verə bilərlər.